Recording'e başlayaq. Deməli, homework 5-i vermişdim də və bir də deyəsən homework Bəli. 4-dəki boşluğunu tamamlamaq. Mən orada bəzilərini başa düşməmişdim. Tamam, baxarım indi. Bu birləri yazmışsan. Bu birlərdə problem yox idi ki, yazanda. If-də falan. Yo, mən 4-cünü yazdım. Aha, tamam. Aha, qəşəng. Gəl elə bu səhv yazdığından başlayaq. Ha, bu sinifdə burada baxdığımız idi də. Deyirdi ki, əgər qiyməti 1 ilə 3 aralığındadırsa, sən mənim ekranımı görürsən. Gözlə paylaşım. Ha, indi. Bəli ki. Yox, hələ görmürəm. Aha, paylaş. Çox görürəm. Görsən indi. Bəli, görürəm. Deyirdi ki, qiymət 1-3 aralığındadırsa, initial sözün versin çıxışa, 4-6-dırsa average, 7-9-sa sufficient, 10-12-dirsə high qiymətin versin. Baxaq sən nə yazırsan. Bəli. 1, 2, 3-dürsə, okey, initial demisən, bu düzdür. Baz səhvin bax buradadır. Sən bir dənə yazılışına bax, average sözünün. Avarage yazmısan, amma burada E-dir. Eynisini yazmamısan deyə o da səhv veribdir. Bax, qalan hər şey, yəni yanaşmanın da düzdür, qalan hər şey də düzdür. İndi gəl sən ilə düzəldinə yataq, görək ki. Ha, indi yəni ancaq ona görə Aha. düz sayılır. Bax, indi gəl düzəldək. Bax, qalan şeylərin düzdür, yəni. Demisən ki, 1, 2, 3-dürsə initial ver, 4, 5, 6-dırsa bir dənə bu hərfi düzəltdin. 7, 8, 9-a sufficient, 10, 11, 12-də high. İndi gəl ataq səndən baxaq görək. Tək oymuş mu problem? Ha, gördün 100 bax. Tamam. Tamam, bu sual aydındır onda. Gəl indi onda C sualına baxaq. C sualına nə deyir? Deyir ki, bizə 2 dənə ədəd verilir, A və B. Deyir ki, A ilə B-nin o ikisindən hansı böyüksə, yəni kiçikdən balacaya ver də. Yəni məsələn 4-2 veribdi bizdə. Deyir ki, birinci kiçiyi çıxışa ver, sonra böyüyü çıxışa ver. Məsələn 10-100 veribdi. Bunun kiçiyi nədir? 10-dur, böyüyü də 100-dür. Deyir ki, kiçik böyüylə ardıcılıqla sıraya ver. Məsələn, necə eləyə bilərik? Bizə baxaq. Ops, bunları silək. Hə. Bax, 2 dənə ədəd götürürük birinci. A ilə B. Daxil elədim bunu. Sənə indi normal if-lə olan üsulunu deyəcəm. Bir də funksiya var, onu da deyəcəm. Onu da istəsən yadına saxlayarsan. Bax, birinci necə yoxlaya bilərik? Deyir ki, nə deyir bizə? Bir də baxaq. Birinci deyir ki, kiçiyim ver. Onda mən gəlib baxaram ki, əgər A B-dən kiçikdirsə, kiçik bərabər olsa da belə eyni şeydir. Yəni 2-2 olsa belə, onsa bunun ardıcılığının fərqi yoxdur. Əgər A B-dən kiçiksə, deməli bunun kiçiyi nədir? Bizim şərtimiz daxilində A-dır. Əgər bu ödənilirsə, onda gəlsin Siyauta birinci A-nı versin. Sonra gəlsin B-ni versin. Bu getdi birinci hal. İkinci halı istəsəm else if-lə də yaza bilərik, else-lə də. Gəl else if-lə yazaq. Deyir, birinci yoxladım ki, A B-dən kiçikdir. İndi yoxlayıram ki, B A-dan kiçikdirsə. Yazıram B A-dan kiçik bərabərdirsə, Siyauta gəl ver, B-ni birinci ver, sonra gəl A-nı ver. İndi bax, gəl sənlə run edək. Məsələn, orada 4-2 vermişdi. 4-2. Nə verdi? 2-4. Niyə gəldi? Bax, birinci bu if-ə baxdı. Gör ki, bu if-ə bax, yoxlayır. Bax, bizim A-mız 4-dür, B-miz 2-dir. Birinci yoxladı. A B-dən kiçikdirmi? Yox. Demək ki, bu şərt ödəmədi. Keçir bura. Bəs B A-dan kiçikdirmi? Hə, kiçikdir. Çünki 2 4-dən kiçikdir. Ona görə gəldi neynədir? Birinci B-ni verdi, yəni 2-ni. Sonra gəldi nəyi verdi? A-nı, yəni 4-ü. Aydındır? Bəli. Bax, bir də şey deyim bax sənə. Bunu istifadə eləyəcəyik gələcəkdə. Bax, 2 dənə funksiya var. Maksimumla minimum. Sən istəsən bax belə də yaza bilərsən. Cout minimum AB boşluq maksimum AB. Bax, bu belə bir funksiyadır. Bax, belə yazılır deməli. Minimum içində bir dənə burada mötərizə açırıq. İçinə 2 dənə ədədi yazırıq. Məsələn AB ya məsələn 5 6 tutaq ki. Əsas yəni içinin yazılışı elə bax belədir. Yəni ədəd 1, ədəd 2.
Maksimumda da eyni. Ədəd 1, ədəd 2. Bunu yazanda bu özü avtomatik minimumunu tapır. Bu da özü avtomatik maksimumunu tapır o iki ədəddən. Bax, indi gəl run eləyək. Bax, indi gör nə qədər qısaldı kodumuz. Bax, 4, 2 və yazacağım. 4, 2. Bax, 2, 4 verdi. Aydındır bu funksiyalar. Bu Bəli. funksiyalara, bax, məsələn, sən indi burada biz 2 ədədin maksimum minimumunu tapdıq da, düzdür? Əgər sən istəsən, məsələn, A, B, C-ninkini tapmaq, onda bax belə yazarsan. Onda bax biz bayaq nə dedik? Struktur necədir? Maksimum ədəd 1 yazırıq, bir də ədəd 2-ni yazırıq. Eyni ilə minimumda da ədəd 1-dir içində. Bir də ədəd 2-dir. Maksimum artıq 3-dən əsl tapmaq istəyəndə struktur belə olacaq. Sən yenə mötərizəni açasan, sonra bir dənə qabarcıqlı mötərizə açasan. If-də açırdıq, yadındadır, if yazanda belə. Eyni mötərizədir. Bunu açsın, sonra bunun içinə dəyərləri yazasın. Yəni hansı ədədləri istədiyini. A, B, C. Bax, 3 dənə ədədin də maksimum, minimumunu belə tapırıq. Maksimum mötərizəni açsın. Bir dənə bundan açırıq. A, B, C. Ya da məsələn minimumda da eyni. A, B, C. Bu 3 ədəd və artığı üçündür. 3 ədəd və daha çoxunun minimum, maksimumun tapılması. Bu da 2 ədədin maksimum, minimumun tapılması. Aydındır bunlar. Bəli. Yəni burayı istəsən artıq 4 dənə, 5 dənə, neçəsini istəsənsə yaza bilərsən. Amma ikisini tapanda biz belə yazırıq. Bunun indi şəklini də çəkirəm. Dərsdən sonra atacağam sənə, yaxşı? Bəli. Elə öz nömrəni atsam olar? Bəli. Tamam. Bu sualda aydındır? Bəli, başa düşdüm. Tamam. F sualı. F sualına nə deyir? Deyir ki, sənə A verilir, bir də B verilir. Deyir ki, əgər A B-yə tam bölünürsə, onda gəl çıxışa birinci bunun bölünməsindən alınan tam hissəni ver. Yəni məsələn 12-ni 5-ə böləndə nə alındı? 2. Amma qalığı da var da onun 2. Deyir o qalığı da çıxışa ver. Birinci tam hissəni ver, sonra qalığı ver. Amma deyir ki, əgər tam bölünürsə, məsələn 15-3 kimi, onda gəl divisible sözünü çıxışa ver. Sualın şərti aydındır? Bəli. Yoxlamaq istəyirsən burada yazmağa, yoxsa baxaq? Baxaq. Tamam, baxaq. Bax, A-la B-ni verdi. Birinci neynəməliyəm? If-lə yazmalıyam ki, əgər A B-yə tam bölünürsə, demək ki, qalığı nədir onun? 0. 0. Onda nə yazım? A faizli B bərabərsə 0. 0. Ay, sağ ol. Onda siyahıta gəl nəyi ver? Bizə nə istəyib? Bu söz. Divisible. Bax, bunu kopyaladım. Elə gəlib yapışdıram ki, səhv olmasın. Bu 7. Əks halda nədir? Əks halda deyir ki, birinci gəl tam hissəni, son faizi ver. Onda siyahıta nə verərəm, sən de? Məsələn 12, 2 üçün. Birinci deyir tam hissəni ver. Yox 12, 2 yox. 12, 5 məsələn. A faiz B Aha. və qalıq. Bəs bu qalıq deyil elə. A böyle Aha, düzdür. Burada da nə yazacağım? A faiz B. Ay, sağ ol. İndi gəl məsələn run eləyək səninlə. Yazaq ki, elə 12, 5. Nə verdi? 2, 2. İndi gəl tam bölünən bir şey götürək. Tutaq ki, 16, 4 yazıram. Nə verdi? Divisible verdi. Aydındır? Bəli. Tamam. Buradan başqa sualın varmı? Bunları yazmısan məncə. Bəli. Bunlarda problem yoxdur. Tamam. Bir daha homework 4-də də baxaq görək, orada nəsə boşluğum var. Mən clock'u yazmamışdım, indi yazdım. İkinci clock. Ha, ikinci clock. O hardaydı? Homework 4-də idi yoxsa 5-də? 4-də idi elə. Bu hansı sual idi o? Haş idi. Ha, haş idi. Baxım. Aha, tamam.
Bunlara baxaq istəyirsən boşluğun qal. Bu aydın da məncə elə clockdur. Bəli. Buna yenə də tamamlayarsan yaxşı evdə. F sualda məncə aydın idi. Deyirdi ki, hə bunu məncə onsuz da yazmışdın. Deyəsən baxım neçə bal. Hə, burada şey səhv idi. Yəni başda 0 gələndə dedik ki, D vur 1000 üstəgəl B vur 100 üstəgəl C vur 10 üstəgəl A şəklində yazmalıyıq. Bunun problemi o idi, yadımdadır. Tamam. Təzə homeworklara baxacağıq. Baxmamışdan qabaq bir dənə şey deyəcəm. Biz data type'larla bağlı təzə bir şeydir. Bax, biz nə öyrəndik data tiplərdən? Int öyrəndik və bununla tam ədədləri göstərdik də. Düzdür? Yəni məsələn, tam ədəd göstərirdiksə yazırdıq int. Amma belə bir şey var int aid. Bir baxaq. Aha. Deməli, bax, bizdə int var. Bu int bu intin müəyyən bir aralığı var ədədləri tutmaq üçün. Yəni, məsələn, sən riyaziyyatdan bu nədir, məsələn, bilirsən, belə yazılış nəyi bildirir? Məsələn, 10 üstü 3 nədir? Bəli, yəni 3-cü stepen. Yəni 1000 deməkdir, bunu demək istəyirəm. Bəli. Aha, tamam. Məsələn, 10 üstü 4 də desəm, 4 dənə 0 olacaq da, yəni 10.000. Ay sağ ol. Tamam, bunu bildinsə qəşəng. Hə, indi bizdə bu int müəyyən bir aralıq dediyim bu aralığı tutur. 10 üstü 9 bir də mənfi 10 üstü 9 aralığına qədər ədədləri tuta bilir. Yəni 1 arxasında 9 dənə 0 olan bir ədədə qədər bizim bu int tuta bilir ədədlər. Yəni mənim int AB yazanda mən əgər bu aralıqda bir şey yazıramsa, int onu ifadə eləyə bilir. Amma məsələn, mən bəzi məsələlərdə olacaq ki, mən məsələn 10 üstü onu ifadə eləmək istəyəcəm. Artıq int bunu ifadə eləyə bilmir. Elə bil yerləşmir onun bir növ, elə bil ki, onun bir yeri kapasitəsi var. Onu tuta bilmir də. Ona görə təzə bir dənə data tip var. Long deyə. Bir növ elə long nədir? Uzun sözdür də, düzdür? Bir növ elə oradan gəlir elə bil. Bax, bu da intdən fərqli olaraq mənfi 10 üstü 18-dən 10 üstü 18-ə qədər ədədləri tutur. Fərqi gördün? Bu 10 üstü 9-a qədər tuturdu. Bu isə 10 üstü 18-ə qədər tutur. Bax, bir növ intlə long belə fikirləşə bilərsən. Mən ən asan belə yadda saxlaya bilərsən. Int səndə Nokia-dır məsələn, telefon. Tamam. Bu da iPhone-dur. Belə bir şey deyim də, sən Nokia-da eləyə biləcəyin hər şeyi iPhone-da eləyə bilərsən, düzdür? Amma iPhone-da məsələn PUBG oynayarsan, amma Nokia-da oynaya bilmərsən. Yəni hər türlü halda bizim iPhone istifadə eləməyimiz daha yaxşıdır da. Yəni çünki onsuz da bu longun içində int ifadə eləyə biləcək ədədlər var da, düzdür? Onsuz da bir ədəd oxu kimi fikirləş məsələn. 10 üstü mənfi 18 burada yerləşir. Sonra burada 10 üstü mənfi 9, yəni mənfi 10 üstü 9 yerləşir. Mənfi 10 üstü 9. Sonra burada 0, 10 üstü 9. 9 bir dəqiqə. Xəttimdən nəsə başlamasın demə. 9. Bir də burada 10 üstü 8 olur. Bax görürsən, bu longun arasıdır və bunu içinə alıb elə bir növ inti. Yəni eyni ilə iPhone Nokia kimi də. Yəni onda biz bundan sonraki bütün məsələlərdə artıq long istifadə eləsək, bizim hər bir problemimiz həll olacaq. Yəni bundan sonra artıq bütün kodlarımızda long yazacağıq intin yerinə. Aydın oldu səbəbi də nədir? Çünki long onsuz da intdəki hər şeyi eləyə bilir. Yəni bir növ iPhone Nokia kimi. Aydın da bu. Bax, məsələn, görürsən, bax burada nə deyir? Məsələn, homework 5-dən bir dənə məsələ açmışam. Bax, nə deyir? Deyir ki, 10 üstü 9-dan çox ola bilməz. Burada inti istifadə eləyirdi, düz olurdu. Amma gəl homework altdan bir dənə məsələyə girəcəm. Bax, məsələn, bax bura. Deyir ki, artıq 10 üstü 18-dən böyük ola bilməz. Artıq bura int yazanda bu
məsələn, hansısa test case olacaqdı. Orada verəcəkdi 10 üstü 11. Orada səhv olacaqdı bizim kodumuz. Sırf int-ə görə. Ona görə long-longdan istifadə eləyəcəyik. İndi sən mənə deyərsən ki, bəs int 3 hərflidir, amma long-long daha uzundur da, yazmağı daha çətindir. Ona görə biz define deyə bir şey öyrənəcəyik. Define elə bir ki, bir növ yazım bir dənə. Long-longa bir növ qısaltmasını deyəcəm. Yəni məsələn LL deyəcəm. Bax define ifadə eləmək sözündən gəlir. Yazırıq elə bax include-un altına. Define hashtag-lə. LL long-longu ifadə eləsin. Yəni mən gələn səfər gəlib bura LL yazsam, kod avtomatik olaraq buna görə gəlib LL-i long-long kimi başa düşəcək. Bax məsələn, mən gəlib indi bura define-in yerinə Murad yazsam, yəni istəsəm ki long-long, yəni Murad yazanda kodum long-long kimi başa düşsün. İndi gəl belə yazaq görək həqiqətən işləyir. Bax, sin də eləyirəm. Bax, indi məntiqən kod belə başa düşəcək. Murad məndə long-long deməkdir. Bax, indi gəl run eləyək. Normalda error verməlidir bu define olmasa. Error verdi elə, amma başqa şeyə görə verdi. Nöqtəli vergül qoymamışdım. İndi bax, məsələn 5-7 yazıram. Gördün? 5-7-ni output'a verdi. Amma bu olmasaydı, normalda Murad deyə bir data type yoxdur da. Ona görə bax deyəcəkdi ki, Murad Aydın deyil. Amma mən belə yazanda artıq başa düşür ki, Muradı mən long-longu Muradla ifadə eləmişəm. Yəni bir növ belə olur ya, məsələn, valideynlər uşaqlara belə adını qısaldıb deyir, nəsə ümumi belə özlərindən ad qoyur. Bəli. Bax onun kimi bir şeydir. Bizdə LL qoyacağıq long-longa. O da niyə hər ikisinin baş hərfi L-dır deyə daha qısa olur. Sən istəsən başqa şey də qoya bilərsən, amma mənim tövsiyəm LL qoymağındır. O daha rahatdır. Yəni LL AB, sin AB, yəni belə davam eləyəcək. Int yerinə LL. Hətta gördün intdən daha qısa oldu. Int 3 hərfli idi, LL 2 hərflidir. Bəli. Tamam, aydındır. Bəli. İndi gəl məsələn bəzi məsələlərə baxaq buradan. Buradakı məsələlərlə demək olar asandır. Bax, məsələn, deyir ki, sənə A ilə B verilir. Bunları cəmlə çıxışa ver. 12 üstə gəl 9, 21. Elə bunu, amma bunların hamısını bundan sonram ki, hansı homework atıram satım, lap burada 10 üstü 9 görəsən ha. Onda da yenə long-longla yaz da, inti unut. Bax, məsələn, B-də deyir ki, 10-dur, gəl çıxışa mənfi 10-u ver. Neyniyərik? Gələrik, çıxışa belə verə bilərsən elə. Ədədi aldıq, məsələn, LL, N, sin N. Məsələn, N bizdə indi 10-dur da, deyir ki, əksin ver, ya mənfi 10 ver. Ya da ki, məsələn, mənfi 10-dursa 10 ver. Onda neyniyərik? N-i gəlib vurarıq mənfi 1-ə. Mənfi 1-ə vuranda neyniyəcək? Artıq avtomatik müsbətdirsə mənfi olacaq, mənfidirsə müsbət olacaq. Tamam? Bu sualda belə. C sualında da A-B-ni istəyir səndən. Yəni 21 çıx 9, 12. Bu da asan sualdır. D sualında bax, sənə düsturu veribdir. A-D ilə bunun hesablamasını çıxışa vermək istəyir. Yəni A ilə B-ni verib, deyir ki, perimetrini hesabla, düz buzağını. Bir də sahəsini hesabla, çıxışa ver. Y sualında da ona oxşardır. Burada da səthinin sahəsi ilə volumudur, yəni həcmi. F-də oxşardır, G-də H... Hə, gəl indi H sualından baxaq. H sualını burada yazmağı yoxlayacaq indi. Sən də mənə kömək eləyəsən. Bax, H sualında bizdən istənilən budur. Bizə 2 dənə ədəd veriləcək. A veriləcək, bir də B veriləcək. Bizdən istəniləcək ki, bu A ilə B-nin ortasındakı ədədi çıxışa vermək. Yəni, məsələn, bax, ədəd oxu çəkirəm bir dənə. Məsələn, 1, 2, 3, 4, məsələn, olsun 5. Hələ ki, bura qədər yazıram. Bizə, məsələn, inputda verəcək 2, bir də 4. Bizdən deyəcək ki, 2 ilə 4-ün arasında hansı ədəd yerləşir? Yəni, 3. Yəni, bir növ elə deyəcək ki, həmişə yəni belə bir şəkildə verəcək. Məsələn, 1, 3 verəcək, deyəcək ortasında elə bir növ 2 ədədi verir, deyir ki, mən bu ortada nəyi buraxdım?
Bəs əgər mən deyərəm 1, Aha. 5, o 2, Yo. 3, 1-5 4. deməyəcəksən heç vaxt. Sən ancaq elə bir şey deyəcək ki, ortasına ancaq bir rəqəm olsun. Yaxşı, yəni ya 2-4 verə bilər, 1-3 verə bilər. Elə bir şey ki, yəni həmişə arasında 2 dənə fərq olacaq orada ki, ortadakı ədədi tapasan sən. Tamam. Bəli. Bir də məsələn indi sən burdan 3-ü necə taparsan? Məsələn, bax sənə A verilib, bax belə verilib. 2, 4. Sən burdan 3-ü necə taparsan? Hmm. Düşün bir dənə. Bəlkə A minus B. A minus B. A minus B eləsə məsələn burada nə olar? -2 olar. Aa, Bax, bir dənə bir dəqiqədə fikirləş, olmasa bir ipucu verəcəm, oradan taparsın. başa düşmürəm. Tamam. Bax yaxşı, bax gəl baxaq. Bax, ədəd oxud da bu düzdür. Mən yazıram 1 2 2-dən sonra nə gəlməlidir? 3. Necə tapdın onu? Üstünə 1 gəldin. Hamısı yəni 1-1 arta gedir, düzdür? Məndə də bu 2 var da. Mən onda A plus 1 eləsəm, həmişə bu ortadakı ədədi qaytaracaq. Ya da ki, B minus 1 eləsəm. Bax, məsələn, A məndə buradadır. Tutaq ki, buna da bir dənə S deyirəm. Mən S-ni tapanda A tərəfdən baxsam, sağa gedirəm. Ədəd oxunda da hamısı plus 1, plus 1, plus 1 artır. Düzdür? Onda mən bundan sonramki ədədi tapanda mən plus 1 eləməliyəm. Əgər məsələn B-dən tapmaq istəyirəm, sonda arxaya qayıdıram da, onda da minus 1 eləməliyəm. Aydındır? Yəni mən bu ortadakını tapanda A plus 1 eləsəm, mənim üçün düzdür. Burada tapılması aydın oldu. Tamam, aydın olmayanda saxlamayın. Bəli, başa düşdüm. Aha. Bax, amma bu A plus 1 həmişə düz olmayacaq. Bax, deyərsən niyə? Bax, məsələn, mənfi halına bax. -16 verib, bir də -18 verib. Sən indi biz nə dedik? Dedik ki, A plus 1-i çıxışa verərik. Məsələn, burada verdi, elədi 7. Amma burada -16 plus 1 versəm, -15 eləyəcək. Amma bizdəki cavab nədir? -17. Bəs bu niyə belə alınır desən? Gəl baxaq. Bax, məsələn, 0 mənfi halına baxırıq. 1, 2 yazıram tutaq ki burada. Bir də burada yazıram -1, -2, -3. Bax, bizə tutaq ki, A ilə B verilib ki, A -1-dir, B də -3-dür. Ədəd oxunda mənfi tərəfdən baxsaq, bizim burada plus 1, minus 1 əks istiqamətdə yerləşir. Yəni, bax, məsələn, nəyi demək istəyirəm? Tutaq ki, -1 böyükdür, yoxsa -3? -1 böyükdür də, mənfilər də tərsini işləyir. Ona görə, bax, mən artıq mənfi, elə ki, bir növ burada ədəd oxu sol istiqamətində gedirdi, amma bayaqkında sağ istiqamətində gedirdi. Ona görə mən, A nədir? -1. Mən -1-ə plus 1 eləsəm, bu sağ tərəfə gedəcək. Ona görə mənim axtardığım ədəd isə -1-in solunda olacaq həmişə. Niyə? Çünki mənfilərdə ədədlər arta gedir, amma böyüklüyü əksinə olur da. Yəni, bu tərəfə artır rəqəm, məsələn, -4. Amma rəqəm nə qədər artdısa, ədədimiz o qədər kiçilir. Mən isə sola getmək istəyirəm -1-dən. Onda minus 1 eləməliyəm. -1-dən minus 1 eləsəm -2. Demək ki, onda mənfi hal üçün mən gəlib çıxışa verməliyəm A minus 1-i. Burada nəyə verdim? A plus 1-i. Burada isə verdim A minus 1-i. Aydın oldu burada niyə A plus 1 elədim? Burada niyə A minus 1 elədim? Bəli. Dəqiq? Bəli. Tamam. İndi gəl kodda baxaq. Birinci bunu belə həll edəcəm. Sonra bir dənə daha asan həlli var, ona baxacağıq. Bax, bizə nə dedik? Dedik ki, A, B verilir. Biz birinci yoxlamalıyıq ki, mən baxım ki, 2 ədədim də müsbətdirmi?
yazıram. A sıfırdan böyükdürmü və B də sıfırdan böyükdürmü? Düzdür? Ona gəlib siyahıta nəyi versin? Əgər ikisi də müsbətdirsə. A plus 1 versin. A plus 1. Əks halda dedik ki, əgər hər ikisi mənfidirsə, yazıram, hər ikisi mənfidirsə and B də sıfırdan kiçikdirsə, onda gəl siyahıta A çıx 1'i ver. Bax, indi gəl səndən run eləyək. 2, 4. Nə verdi? 3. Niyə? Gəlib baxdı ki, A-da müsbətdir. B də müsbətdir. Düzdür? Onda nə etməliyəm mən? A plus 1'i verməliyəm. A plus 1 də nədir? 2 plus 1, 3'dür. Gəl indi, məsələn, hər ikisinin mənfi olduğu hala baxaq. Məsələn, elə bu gəl mənfi 16, mənfi 18 yazaq. Onda nə verdi? Mənfi 17 verdi. Niyə? Baxır bura. Birinci gəldi bura, dedi ki, hər ikisi müsbətdirmi? Hər ikisi sıfırdan böyükdürmü? Dedi, yox. Əks hala baxır. Hər ikisi bəs mənfidirmi? Yəni sıfırdan kiçikdirmi? Deyir ki, hə. Onda nə etməliyəm mən? Siyahıta A çıx 1'i verməliyəm. A çıx 1 nədir? Mənfi 16 çıx 1, mənfi 17. Bax, gördün A plus 1, A minus 1. Eyni şeyi koda köçürdük. Aydın oldu bu sualın həlli? Aydındır. Murad. Oy, prosto mikrofon bağlayıb. Başa düşdüm. Okay. Gəl indi submit eləyək. Görək düz yazmışıqmı? Mən hiss edirəm ki, nəsə burada səhvlik var. Gəl baxaq görək kod nə deyəcək. Bax, 90 verdi. 90 verdi. Problem indi bax belə hallarda gəlirik özümüzdən ədədlər yazırıq. Görək nə baş verəcək. Məsələn, 4 6 yazıram təsadüfi, tapdı 5. Sonra gəlib yazıram 0 2. Heç nə vermədi. Görəsən niyə? Çünki mən görsəm burada ancaq demişəm ki, A sıfırdan böyük olanda, bir də B sıfırdan böyük olanda. Mən burada heç birində deməmişəm ki, 0 olsa. Ona görə gəlib bir dənə bu halı yazıram. Deyirəm A sıfırdan böyükdürsə, bax, elə bir ki məndə hər ikisi müsbət, yəni sağ tərəfim müsbət olsa, demək ki A tərəfim kiçik olacaq. Ona görə gətirib bura bərabər qoydum. Bir də belə bir şey ola bilər. Məsələn, ola bilər mənfi 2 burada balacadan böyüyə verirdi də. Hə, 0 mənfi 2. Yenə heç nə vermədi. Demək ki, yenə A-mızda problem var. Ona görə gətirib bura bərabərlik atdım. İndi gəl yoxlayaq görək, indi nə verəcək? Məsələn, yazıram. Bayaqçıları yazıram elə. 0 2. Gəldi artıq 1 verdi. Niyə? Gəlib artıq A-dakı bərabərliyi görür. Ona görə bu isə düşə bilir. Gəl indi əksin yazaq. Sol tərəfin mənfi olduğuna baxaq. Məsələn, 0 mənfi 2. Gəldi mənfi 1'i verdi. İndi gəl bunu submit eləyək. Problem o idi ki, biz həmişə fikirləşirdik ki, ədədimizin ya ikisi də müsbət olacaq, ya ikisi də mənfi olacaq. Amma bir halı gözdən qaçırdırdıq ki, bəs elə bir şey də ola bilər ki, axı, məsələn, bu iki halı soruşsun bizdən. Yəni, bu iki halı dediyim, yəni bu iki halı. Ya da ki, bu iki halı soruşsun. Yəni, 0 nə müsbətdir, nə də mənfidir əslində. Biz onu nəzərə almırdıq. Fikirləşirdik ki, verdiyi ədədlər ya ikisi də burada yerləşəcək, ya da ikisi də burada yerləşəcək. Amma o da bəzi hal qoyub ki, biri də 0 olsa bəs neyin yazsan sən? Biz onu düzəltdik ki, bura bir dənə bərabərlik atdıq. Və 100 oldu. Aydındır?
Tamam. Eee, buradakı o biri suallar asandır. İlk sualına baxaq. Orada nədir? Hə, ilk sualda elə əvvəl yazdıqlarımıza oxşayır əslində. Deyir ki, sənə bir dənə 4 rəqəmli ədəd verilir. Ortadakı, yəni yüzlüyünlə onluğun buraxıb, ancaq minli ilə təkliyi verməlisən çıxışa. Aha. Bu da asandır da, yəni neyniyərik? Gəlib birinci ədədi yazarıq. Sonra ədədin gəlib taparıq birinci minliyin, sonra yüzlüyün, sonra onluq, sonra da təklik. Aha. Bizə nə deyir ki, B ilə C-ni burax çıxışa ver. Yəni ancaq A ilə D-ni istəyirəm. Onda gəlib neyniyərəm? Siyahıta A-nı verərəm, bir də D-ni verərəm. İndi gəl run eləyək, baxaq. Məsələn, 1023. 1023. Neynədi? 13-ü çıxışa verdi. 2 ilə 3-ü buraxdı. Aydındır, bu elə əvvəl yazdığımız suallara bir növ oxşayır əslində. Homework 6 getdi, belə. Tamam, gəl indi homework 6-nı evdə qutararsan. Mən. Homework 6-da suallar həm azdır, həm də ki asan da olduğundan bir də homework 7 qoymuşam. İndi buradan bəzi suallara baxacağıq. Bəzi suallara baxmamış bir dənə iki dənə əlavə də şey deyəcəm. Bir dənə gözlə indi davam edirik, yaxşı? 2 dəqiqə. Hə, tamam, davam edək. Deməli, homework 7-də bir növ yazdığımız suallara oxşayır. Bunun hamısını verməyəcəm, yarısını verəcəm. Sadəcə bunların yazanda sənə riyaziyyatdan 2 dənə düstur lazım olacaq. Biri bir düstur budur. Birdən n-ə qədər ədədlərin toplanması düsturu lazım olacaq bizə. Yəni birdən n-ə qədər ədədlərin cəmi necə tapılır? Bunun riyaziyyatda bir dənə düsturu var. Ondan istifadə eləyəcəyik. İndi gəl o düsturu deməmişdən qabaq sənə o düsturun necə alındığını izah eləyim ki, daha yaxşı yadında qalsın. Və məsələn belə fikirləş. 1, 2, 3, bir də 4. Bunun cəmi nədir? 10-dur. Aha. Bir də ki, gəl bunu belə yazaq. Yazıram ki, 4 üstə gəl 3 üstə gəl 2 üstə gəl 1. Bunun cəmi nə eləyir? Elə 10 eləyir. Bax, indi gəl səndən belə bir qruplaşdırma eləyək. Ops, bir dəqiqə. Bax, bu qruplaşdırmanın ortağı nədir səncə? Bunları alt-alta toplasaq nə verər hamısı bizə? Yəni summanı tapmaq lazımdır. Bax, yox, bax bir şeyini görmək istəyirəm. Bax, yazdım 1 2 üstə gəl 1 üstə gəl 2 üstə gəl 3 üstə gəl 4. Bu elədi 10. Bir də bunu tərsindən yazdım. 4 üstə gəl 3 üstə gəl 2 üstə gəl 1. Yenə bu elədi 10. Bunlara alt-alta baxanda alt-alta elə bil cəmləmək istəyirəm. Baxıram ki, hamısının cəmi 5 elədi. Və məndə bu 5-dən 4 dənədir. Bunlara alt-alta summasını tapanda elə bil ki, bunun da summasını tapıram da. Bu da elədi 20. Amma bizdəki ədədlərin cəmi 10-dur da. Mən özümdən düstur çıxartmağa çalışıram. Onda neyniyərəm? Bu 5 vur 4-ü bölərəm 2-yə. Niyə? Çünki bu cəmlər 2 dənə idi və mən də bunu alt-alta toplamışdım. Bu da eləyər 10. Deməli, burada bir şey tapdıq ki, belə bir alt-alta toplayanda demək ki, nəsə qanunluq gedir. İndi gəl buna n-dən asılı olan formasına baxaq. Yəni necə? 1 üstə gəl 2, üstə gəl 3, üstə gəl 4, üstə gəl bilmədiyimiz n-ə qədər ədədlərin cəmi.
Buna da bir dənə S deyirəm. Bir də eyni şeyi tərsindən yazıram. N üstə gəl n-1 üstə gəl n-2 üstə gəl getsin plus 1-ə qədər. Yəni bu cəmi elə bil ki, yuxarıdakını tərsinə çevirdim. Eyni ilə buradakı kimi. Bu da nə eləyir elə? Bu da S eləyir. Bu S oxşamadı mənim yazdım. Hə, indi S oxşadı. İndi bax, yenə eyni şey eləyirəm. Alt-alta toplamağa çalışacağam. Belə. Bir də buranı götürək. Bir də ortada nəylərsə olacaq da, düzdür. İndi bax, bunları alt-alta toplayanda yenə eyni şey alınır hamısında. Nə alınır? N plus 1. Gördün? Burada da n plus 1, burada da n plus 1, burada da n plus 1. Və ta ki bunlar hara qədər baxsaq hamısına n plus 1 eləyəcək. Və bu n plus 1-dən bizdə n-dən olacaq. Bax, bir növ eyni şeyə gəldik əslində. Buradakı n-i 4 kimi fikirləş. Burada görsən 4 plus 1-i vurduq 4-ə. Burada da n-dir. N plus 1-i vurdum n-ə. Bir də burada 10-la 10 toplamışdım, yazmışdım 20. S-lə S-də toplayıram. Yazıram 2S. İndi biz nəyi tapmaq istəyirik bunların izahından qabaq? Birdən n-ə qədər ədədlərin cəmi. Düzdür? Bax, bunu tapmaq istəyirik. Buna da mən başda nə demişəm? S demişəm. Mən indi buradan S tapmaq üçün riyaziyyatda yəni neyniyərəm? Tənlik həll edirəm elə bir. S bərabər olar n plus 1 vur n böl 2. Vəsə, mən gəldim birdən nə qədər ədədlərin cəmini tapdım. Bax, bu məndə oldu. Birdən nə qədər ədədlərin cəminin düsturu. Bunun isbatını bilmək, yəni bura qədərki izahı, yəni sadəcə bir növ bu düstur hardan gəlirdi izah elədim. Amma sən yəni bunu əzbərləsən, bəlkə də bilirsən yəni riyaziyyatdan. Sadəcə bunu bilsən, bizim məsələlərimizi həll eləməyimizə bəsdir. Bunun da şəklini çəkirəm. Atacam dərsən sonra, narahat olma. Bu düstur aydındır. Yəni bu düstur bizdə tapdı. Birdən n-ə qədər ədədlərin cəmi. Tamam. Bir də bunu deməmiş, bunu hələ ki deməyim. Ya burada bir məsələyə baxaq məsələn. Ya deyim sonra baxaq. Bax, birdən nə qədər ədədlərin cəmini öyrəndikdə budur, düzdür? Bir də bizdə bir dənə də düstur var riyaziyyatda. Bunun izahını deməyəcəm. Sadəcə düstur nədir onu deyəcəm. Məsələn, birdən nə qədər stabil olaraq bu düstur işləyir. Amma məsələn, sən istəsən ki, mən 3-dən 10-a qədər ədədlərin cəmini tapmaq istəyirəm. Artıq bu düstur işləməyəcək. Onun üçün də bir dənə təzə düstur öyrənəcəyik. O da belə olacaq. A plus B vurulsun B minus A üstə gəlinsin 1 böl 2. Bu da oldu bizdə. A-dan B-yə qədər ədədlərin cəminin düsturu. Deməli, 2 dənə şey öyrəndik biz. Düstur olaraq. Biri, birdən nə qədər ədədlərin cəmini tapır? N vurulsun n plus 1 böl 2. Digər isə A-dan B-yə qədər ədədlərin cəmini tapır. Bu da A plus B vurulsun B minus A plus 1 böl 2. Bu düsturu ikisini əzbər bilsən, bizim işimizə yarayacaq. Gəl indi suala baxaq məsələn. Bizdən görən nə tipli sual istəyə bilər? Bax məsələn bu sual. Deyir ki sənə A-dan B-yə qədər ədədlərin cəmini tap çıxışa ver. Məsələn sənə 2, 5 verəcək. Sən gəl 14-ü çıxışa ver. Biz də nə edik? Onda bu düsturdan istifadə eləyəcəyik. A-dan B-yə qədər ədədlərin cəmi. Gəl yazaq. Deməli 2 dənə ədəd verir bizə. A, B. Sin A, B. İndi bir dənə məsələn
summa deyirəm. Nə yazıram bura? Deyirəm ki, A plus B eyni ilə düsturu köçürdürəm. Vurulsun. B minus A plus 1. B minus A plus 1. Bir də nə var? Böl 2 var. Bunu da bölürəm 2-yə. Bizdən də bu summanı çıxışa verməyimizi istəyir. İndi yoxlayaq. Məsələn, 2, 5. Nə verdi? 14 verdi. Bizə nə deyirdi? 14. Artıq sən bu düstur birdən elə qədər ədədlərin zəminində də işləyəcək. Yəni, məsələn, mən sənə 1, 3 desəm, yenə işləyir. 1 plus 2 plus 3. Nə elədi? 6. Yəni, bu düstur hamısı üçün optimaldır. Amma sırf bu n vurulsun, n plus 1 böl 2, ancaq birdən elə qədər ədədlərin zəminində işləyir. İndi bir dənə bunu submit eləyək. D sualı. Yüzba. Tamam, aydın oldu düsturlar necə istifadə edəcəyik. Amma sən burada bəzi suallar olacaq. Bunlar bunları bax evə tapşırığın olacaq, onu deyim. Deməli homework 5 yox. 6, 6-nın hamısı. Bir də ki homework 7-dən baxın altda nə qədər sualdır? 3, 4, 5, 6, 7, 8, 9 dənə buradadır. Hardasa buradan da bir 6 dənə, 7 dənə versək bəsdir. 3, 4, 5, 6, 7. Bu G sualına qədər də buradan. Tamam. İndi bir dənə də suala baxaq. Aha, bu sual maraqlı sualdır. Gəl buna məndən baxaq, qalanları evdə yazarsın. Bizdən sualda nə istəyir, onu izah edeyim birinci. Bizə belə bir ağac veribdi. Bizə bir də n verəcək. N bizdə ağacın neçə dənə budağı olduğunu sayın bildirəcək. Bax, budaq dediyi də bu olacaq. 1, 2, 3. Tamam. Yuxarı... Bir dəqiqə. Hara getdi? Yuxarıdakını elə bil saymayacaq n bərabərdir 3 deyəndə. Bu yoxdur, elə bil. 1, 2, 3. Tamam. N bunu bildirəcək bizdə. Bax, indi bizdən də istəyir ki, tapaq ki, cəmi nə qədər bu ağacın yarpağı var. Bax, gəl sayaq səninlə. 1, 2, 3. Biraz kiçildi. Aha. Bax, 4. Burada görsən 2 dənə çıxıb artıq. 5, 6, 7. Burada 3 dənə çıxıbdır. 8, 9, 10. Burada da yenə 3 dənə çıxıb. 11, 12, 13. Bizə nə deyirdi? Deyirdi ki 13 dənə var. Sualdan bax bizdə bunu istəyir. Tamam. İndi bir dənə şeyə fikir verməyini istəyirəm. Bax, mən nə dedim burada qabaqcadan? Dedim ki 1, 2, 3 dənə elə bir hissəsi var da bunun. N-də onu bildirir. Hə? İndi bax, burada gör bu hissədən neçə dənə yarpaq çıxıb hər iki tərəfdən. Bir dənə. Bəli. Bu hissədən neçə dənə çıxıbdır? 100 dənə. Bu hissədən neçə dənə çıxıb? 3 dənə. 3 dənə. İndi mən məsələn N4 desəm, bu ağacı məsələn biraz uzatsam, artıq buradan neçə dənə yarpaq çıxacaq? 4. Aha, 4 dənə. Mənim yarpaqlarım yaxşı deyil o qədərdir. Mən əslində belə bir şey düşün, elə bir 2, 3, 4 də yəni. Bir növ N artdıqca hər bir hissədən o qədər yarpaq çıxacaq. Bax, bir dənə belə xətt də çəkirəm. Tamam. Bəli. İndi bax, bir dənə bizdən də bunun cəmini istəyir də, düzdür? Sən hələ ki buradakı yarpağı saymayaq. Bu olsa bilirik ki plus 1-dir də, yəni burada bir dənə yarpağımız var. Gəl indi bir dənə
mən fikirləşək ki, bu hissəni, sırf bax bu hissəni, o bir hissəyə hələ ki baxmıram. Bu hissəni mən necə taparam? Hər tərəf... Ee, Aha, denə. 1 plus 2 plus Ay, 3 sağ ol. Bəs yəni buradan bir dənə də yarpaq dördüncü olsaydı, ondan nə olacaqdı? plus 4. Ay, sağ ol. Yəni hər dəfə Aha, böyükdür. aha Yəni plus böyüyür, 1 plus düzdür. Və bir dənə burada nə yarar hər dəfəsində əslində? Sol tərəfdə hamısı birdən enə qədər ədədlərin cəmi olmurmu? Yəni mən məsələn nə demək istəyirəm? Bura yarpaq əlavə eləsəydim, yəni n bu nə hal üçündür? N bərabərdir 3 hal üçündə, düzdür? Bizə burada bunu veribdi. Məsələn, n 4 olsaydı, burada bir dənə də yarpaq olacaqdı, dedin, hə? Orada da 4 dənə olacaqdı. Buranın cəmi necə tapacaqdım? 1 plus 2 plus 3 plus 4. Düzdür? Bu əslində elə birdən, yəni n neçədirsə, sən bura qədər elə ədədlərin cəmini tapa-tapa getməyəcəkdinmi? Yəni düşün, nə demək istədiyim. Bax, sən dedin ki, gözlə, bax, buraları silirəm. Bax, gözlə. Tələsmə. Aha. Sən dedin ki, sol hissənin cəmin, müəllim, belə taparıq. 1 üstəgəl 2, üstəgəl 3. Düzdür? Bu şəkil n bərabərdir 3 hal üçündür. Bizə dedim n nədir? Neçə dənə hissə varsa onun sayını bildirir. Yəni, gələn səfər bizə n4 versə, mən bura bir dənə ağacı uzadaram, 4 dənə yarpaq çəkərəm və sən gələn səfər 1 plus 2 plus 3 yox, 1 plus 2 plus 3, bir də plus 4 tapacaqdın. Mən də deyirəm ki, elə bu n-in sayı artdıqca mənim də əslində cəmim artmayacaqmı? Yəni mən onda elə birdən n-ə qədər ədədlərin cəmini həmişə tapmayacam elə sol tərəfdə. Yəni məsələn burada n nədir? 3-dür. Ona görə gəldim 1 üstəgəl 2 üstəgəl 3-ü tapdım. Gələn səfər 5 olsa n, yəni artıq burada 4 dənə yarpaqlar olacaq, bir də 5 dənə yarpaqlar olacaq. Gələn səfər nəyi tapacam? 1 üstəgəl 2, üstəgəl 3, üstəgəl 4, üstəgəl 5 tapacam. Yəni hər dəfəsində sol tərəfdəki cəm. Birdən n-ə qədər ədədlərin cəmi olur. Birdən n-ə qədər ədədlərin cəmi. Niyə olduğunu anladın? Yəni, Bəli. dəqiq. Bəli. Tamam, yəni məsələn, bir də deyirəm, yəni məsələn n5 olsaydı, bu hissədə, bax bu hissədə, n4-lülərdə çıxacaqdı yarpaq. 5-lilər də çıxacaqdı. Ona görə sən avtomatik 1 üstəgəl 2 üstəgəl 3-ü yox, 1 üstəgəl 2 üstəgəl 3 üstəgəl 4, bir də üstəgəl 5 tapacaqdın. Demək ki, mən sol tərəfin necə cəmi tapacağımı tapdım. Birdən nə qədər ədədlərin cəmi olacaq. Bir də biz də düstur öyrənmişik də necə tapılacaq. Ona görə bizim üçün asandır bu. Bu tərəfdəki cəmi tapdım. Bir də bu tərəfdəkinə baxaq məsələn. Bu tərəfdə də olsa eyni şey olmurmu? Yəni elə bura nədirsə, sol tərəfi necə tapıramsa, sağ tərəfdə elə tapacağım da, düzdür? Çünki ədədlər bax, cəmə bax, eyni gedir. Hamısında 1 yarpaq, 2 yarpaq, 3 yarpaq, artıq burada 4, 5. Yəni sağ tərəfdə də mən bu düsturdan yenə istifadə eləməli olacam. Bu da olacaq sağ tərəfdəki ədədlərimin cəmi. Bunu tapdım, sol tərəfimin cəmi var, sağ tərəfimin cəmi var. Biz də bir dənə başda nə demişdik? Plus 1 var, başdakı yarpaq. Elə bil o yolkanın başındakı ulduzdur da. Bir də onu da üstünə gələcəm mən. Vəsə, mənim düsturum hazırdır. Demək ki, birdən nə qədər ədədlərin cəmindən 2 dəfə tapacam. Onun üstünə 1 gələcəm, hazır olacaq. Tamam. Gəl baxaq indi məsələn. N-i götürdüm. N məndə yarpaqların sayını bildirir. Sol tərəfdəki summanı deyirəm. Dedik, neyniyəcəyik? Birdən nə qədər ədədlərin cəmi eləyəcək. Mən də birdən nə qədər ədədlərin cəmi üçün burada düstur dedim. M vur, M plus 1 böl 2.
Yazıram onda n vur n plus 1 böl 2. Bir də nə dedik? Sağdakı summa var. Onda dedik ki, yenə eyni şey olacaq. Çünki rəqəmləri dəyişmir axı bunun. Onda bunu da belə tapırıq. Sol summa var, sağ summa var. Bir də dedik nədir? Yolkanın başındakı ulduz kimi fikirləşək. Bir də onun plus 1'i var. Düzdür? Buradakı plus 1. Buradakı plus 1. Bunun üstünə gəlməliyik. Onda siyah utana verəcəyik. Soldakı summa üstə gəlsin. Sağdakı summa üstə gəlsin 1. Gəl 3 üçün yoxlayaq. Nə verdi? 13 verdi. Bəli. İndi gəl 4'ü bir dənə əlimizlə yoxlayaq görək. Bax 4 üçün nə olacaq? Şəkil çəkmirəm, rəqəmləri yazıram yarpaqlara. Deməli 1 yarpaq, 2 yarpaq, 3 yarpaq, 4 yarpaq belə. Bir də bu ağacın sağ tərəfinə də eyni şey olacaq. 3, 4. Bir də başdakı bu 1. İndi gəl cəmləyək. 1 üstə gəl 2, 3. 3 üstə gəl 3, 6, 4, 10. Bu tərəfdə elədi 10. Bu tərəfdə də eləyəcək 10. Bir də üstünə 1 gələcək, eləyəcək 21. İndi gəl yazaq görək 4'də 21 verirmi həqiqətən? 4'də verdi 21. Tamam, aydındır. Bəli. Tamam, indi gəl bir dənə submit eləyək bunu. Tamam, 100 bax. Aydın oldu. Bəli. Bəli. İndi gəl buradakı sualların şərtini deyim. Bu sual bu sualda deyir ki Yəni bir butulka $1.20, amma susuz 20. ay sağ ol. Bu o deməkdir ki, sən bir dəfəsində gedib $1.20 alassan bir dənə suyu. Artıq gələn səfər sənə gələn səfər aldığın su sənə $1 başa gələcək əslində. Niyə? Çünki deyir ki, boş butulkanın qiyməti 20 sentdir. Səndə də artıq bu butulka var da, düzdür, bir dəfə almısan deyə. Ona görə gələn səfərlərdə sən artıq $1 ödəmiş olasın. Çünki $1.20 artıq butulkanı almısan. Bizdə də deyir ki, sənin $n var. Səndən soruşur ki, nə qədər butulka su ala bilərsən içməyə. O da nə eləyəcək? Gəlib 2 dənə butulka, məsələn $2 var, gəlib bir dəfəsinə $1.20 alacaq. Yerdə qalacaq 80 senti. Artıq 20 senti çatmayacaq ki, bir dənə də gedib bir butulkada su alsın. Aydındır? Sualın şərti nədir? Tamam. Buna baxarsan gör evdə nə edirsən. Sonra burada yenə baxarıq. C sualında deyir ki, sənə A ilə B verilir. A kvadratı üstə gəl B kvadratını çıxışa ver. A-nı A-ya vurarsan, üstünə də B vur, B-ni gələrsən. D sualına baxdıq, amma yenə evdə yaz. Y sualında sənə deyir ki, otelin M mərtəbəsi var. Və hər bir sənə deyir ki, bir dənə dəqiq bir şey deyir. Deyir ki, birinci mərtəbəsi otelin idman zalı, restoran, bir də lobi yerləşir. Yəni birinci mərtəbədə bunlar yerləşir. Sənə deyir ki, amma ikinci mərtəbədən n-ci mərtəbəyə qədər otel otaqları var. Və deyir ki, sənə hər otelin mərtəbəsində m dənə otaq var. Yəni məsələn, ikinci mərtəbəyə çıxarsan, orada m dənə otaq var. Üçüncü mərtəbədə yenə m dənə otaq var. Və bir dənə də şey deyir ki, hər bir otaq 3 dənə qonağı qəbul edə bilər. Sənə mərtəbələrin sayını verəcək, bir də hər bir mərtəbədə neçə dənə otağın olduğu. Sənə deyəcək ki, bu otel maksimum nə qədər qonaq qarşılaya bilər? Yəni nə qədər qonaq qala bilər bu oteldə?
Buna baxarsan, buna da baxarsan evdə nəsə aydın olmasa soruşarsan, tamam? Biraz istəyirəm özün də fikirləşəsən mənim sualları. Sadəcə sualım təxmini şərti deyirəm. F sualında səndən deyir ki, bu F sualında belə bir şey eləməlisən. N dənə ədəd verəs, yox, 5 dənə ədəd verəcək sənə. Yəni sin A, B, C, D, Y. Sənə deyir ki, belə bir şey çıxışa ver. Məsələn, 1-i verdin. Bundan sonraki rəqəmi 2-dir də, düzdür? Sən gəl bu 2-nin qonşularının cəmini ver. Yəni 3-lə 1-i. Yəni 4-ü ver. Gələn səfər 3 verməlisən, amma 3-ü vermə. Gəl onun qonşuları 2 ilə 4-ün cəmini ver. Yəni 6-nı. Gələn səfər 4 verməli idin. Deyir 4-ü vermə. 3 ilə 5-in qonşularının cəmini ver. Artıq gələn səfər 5 verməlisən, bunu verirsən, çünki bunun ikinci qonşusu yoxdur deyə sən iki qonşunun cəmini çıxışa verə bilmirsən. Bu sualda belə bir şey deyir. G sualına qədər demişdim. G sualda asan sualdır. Deyir ki, bir iki dənə adam var, Semenlə Yura. Semenin Bəli. M dənə konfeti var, Yura'nın da M dənə. Deyir ki, hər ikisi eyni vaxtda konfeti yeyir. Amma kimin ki konfeti qurtardı, artıq o biri də yeməyəcək o konfeti. Yəni bax, məsələn, birinin 6 konfeti var, birinin 3 konfeti. Məsələn, hər ikisi eyni vaxtda başlasa yeməyə, Yura'nın konfeti qurtaracaq da, tez qurtaracaq. Və bu Semenində 3 dənə konfeti qalacaq hələ ki. Aha, başa düşdüm. Deyir ki, o neçə dənə konfeti qalır, onu çıxışa ver. Bax, burada da bax, hər ikisi eyni vaxtda yeyirdi ya, artıq konfetlər eyni vaxtda qurtaracaq və ümumi 0 dənə konfet qalacaq. Səndən də bunu elə istəyirdi. Tamam, onda bax, F tapşırığı nə oldu? Homework 7 oldu, bir də homework 6 oldu, amma homework 7-nin G sualına qədər. İndi sənə deməli nəyləri atmalıyam mən? Düsturları atacağam. Bir də ki, bir də nəyi atacaqdım? Hə, dərsin əvvəlində maksimum minimum funksiyasını öyrəndik. Onların şəklini atacaqdım. Tamam, bugünlük bu qədər. F tapşırığı hələ ki, F tapşırıqlarının çoxunu yazmışdın deyə bugün biraz qısa oldu dərsimiz. Amma gələn səfər xeyli baxmağa vaxtımız olacaq digərlərinə. Ona görə 6 ilə 7-ni tamamlayırsan, 7-nin bəzi yerinə qədər. Vəsə. Başqa da heç nə. İnşallah da gələn dərs görüşərik, tamam. Nə sualın var bu dərslə bağlı? Varsa da. Yox, çözmə, hər şey başa düşdüm. Tamam. Yenə evdə də nəsə məsələlər yazanda problem çıxsa deyərsən, yaxşı? Bəli. Tamam. Onda Sağ ol. Sağ ol. Sən də sağ ol.